Prezident İlham Əliyev noyabrın 21-də mərkəzləşdirilmiş informasiya və rəqəmsal analitika sisteminə dair nizamnamə imzaladı. Bu sənəd prezidentin rəsmi saytında dərc olunduqdan bir neçə dəqiqə sonra silindi. İlham Əliyev ölkə vətəndaşlarının hər biri barəsində 35 kriteriya üzrə məlumatların toplanması barədə DTX-ya və xüsusi mühafizə xidmətinə səlahiyyətlər verdi bununla da. Sənəddə avtomatik və ya manual şəkildə DTX-nın məlumat bazasına ötürüləcək geniş həcmli məlumatlar sadalanırdı. İnsanların identifikasiya məlumatları, müşahidə sistemlərindən alınan məkan məlumatları, ailə vəziyyəti, sağlamlıq durumu, o cümlədən psixi sağlamlıq tarixi və s. Ümumiyyətlə, insanların data məlumatlarının bir bazada cəmlənməsi qanunidirmi? Təhlükəsizlik məsələləri üzrə ekspert, politoloq Ərastin Oruclu deyir ki, ölkə konstitusiyasına görə şəxsi məlumatlar toxunulmazdır. Üstəlik, Azərbaycanın da qoşulduğu Avropa İnsan Haqları Konvensiyasının 8-ci maddəsi insanların şəxsi məlumatlarının toplanmasını qadağa edir. İnsanların hətta yer dəyişməsinə belə nəzarət etmək, onların deməli, müşahidə təhlükəsizlik kameraları vasitəsilə qeydiyyata alınması göstərilir ki, bu ümumiyyətlə yol verilməzdir. Gəlin bir anlığa təsəvvür edək ki, o insanların harada olduğunu, hansı zaman kəsimində və ya hansı tarixdə haraya getdiyini nədən bilmək olar? Buradan belə bir ehtimal üzə çıxır ki, və yeri gəlmişdən mən düşünürəm ki, o sənədin tez gizlədilməsinin səbəblərindən biri də bu olubdur. Azərbaycanda çox geniş şəkildə üzdən tanıma kameraları, yəni face detection deyirlər ona, face detection cameras, bu tətbiq olunubdur çox geniş şəkildə və həmin kameralar bilirsiniz ki, insanları üzdən tanıyaraq onların həmən datalarına əlavə eləyir bu məlumatları da. Bu, dediyim kimi, olduqca təhlükəli bir şeydir. Ona görə ki, məhz şəxsi məlumatların kiminsə əlinə keçməsi insanları faktiki olaraq təhdid altına atır, onların fəaliyyətini məhdudlaşdırır, onları nəzarət altına salır və bax, bu mənada mən düşünürəm ki, bu niyyətlə toplanılır. Buna da ümumi vəziyyət çərçivəsindən baxdıqda bilirik ki, Azərbaycanda ağır sosial-iqtisadi durum mövcuddur. Azərbaycanda bugün ağır ictimai-siyasi mühit formalaşmaqdadır. Daha doğrusu o ictimai-siyasi mühit bir qədər də ağırlaşmaqdadır. Belə şəraitdə əlbəttə ki, hakimiyyət düşünür ki, az qala hər kəsi nəzarətdə saxlamaq lazımdır ki, kimisə susturmaq, kimisə çəkindirmək lazım olduqda bu datalardan istifadə olunsun. Məsələn, insanın bank kartı bloklansın, onun mobil telefonu şəbəkədən çıxarılsın, onun interneti kəsilsin, ona müxtəlif üsullarla təsirlər olsun. Bax, bu məqsədlə toplanılır. Bunun başqa bir səbəbini görmürəm. Politoloq hesab edir ki, məlumatlarının bir bazada cəmlənməsi insanları təkcə vətəndaşı olduğu ölkədə yox, başqa ölkələrdən də asılı hala sala bilər. Çünki Azərbaycanda kiber təhlükəsizlik kifayət qədər təmin olunmayıb. Mən təsəvvür eləmirəm ki, bu sahədə Azərbaycanın uğurları kifayət qədər ciddidir. Və nəzərə alsaq ki, Azərbaycanda bölgədə marağı olan dövlətlərin mütləq əksəriyyəti çox güclü haker komandalarına sahibdir. Məsələn, İran, məsələn, İsrail, bilirsiniz, Azərbaycanda çox geniş təmsil olunubdur. Amerika Birləşmiş Ştatları və Rusiya. Bu halda Azərbaycan vətəndaşları nəinki öz dövlətindən, hətta xarici dövlətlərdən belə asılı vəziyyətə düşə bilər. Bu mənada bu olduqca təhlükəlidir vətəndaşlar üçün. Nəticəsində deyim ki, nəticə ondan ibarət ola bilər ki, sonda Azərbaycan vətəndaşları kütləvi şəkildə xarici təhdidlər altına düşərək xaricdən idarə olunma vəziyyətinə düşə bilərlər. Bax, bu mənada bu çox təhlükəlidir. Bu artıq milli təhlükəsizlik məsələsidir. Bəs xaricdə belə təcrübələr olubmu? Çində belə hallar var. Çində xüsusilə Uyğurları nəzarətdə saxlamaq, onların fəaliyyətini çərçivəyə salmaq üçün istifadə olunan bir metoddur. Politoloq deyir ki, şəxsi məlumatların toplanması Rusiyada, İranda və çox geniş şəkildə İsrailin Qəzzada apardığı müharibədə istifadə olunub. Bu barədə BMT-nin müvafiq hesabatları da var. Hansı ki, bu hesabatlarda böyük texnoloji şirkətlərin bu işdə İsrailə yardımları da qeyd olunub.